Meselesinin gazilerimize can sağlığı. Ben baş ayırım şehitlerimizin karşısında. Allah çürümeniz olsun, bir tane him çalınsın. Şehit valideynleri sözlerini desin. Oyunumuzu başlayalım. Güllü aparsın. Siz bilirsiniz ki kardeşler, benden büyükler, benden istesin. Bilirsiniz ki bir aydır bizim bu şehitler adına geçirilen turnirimiz başlıyor. Bugünlerde yekün günüdür, final günüdür. Yani burada kim eziyet çekip, kimin eziyeti var, Allah kömək olsun. Yani ben həmişə demişəm şehitlerimizin karşısında baş ayıram. Yani benim hamımızın boyun borcumuzdur onlara onu eləmək.
ne kadar da bu hayatta yaşayırıqsa, yani ben kasıb olsam da ama bu yüreğime göre ben onu özüme boş bilirəm. Ben onları ne eləsəm, yani yoktu da yeri yoktu. Yani hayatım boyunca onları boşluyam. Allah'ımızın canını sağ eləsin. Mənlə burada əziyyət çəkən cinsiyle hamımız tanıdığımız güzel futbolcu, uşaqların müəllimi, Rafet kardeşimiz var. Onun əziyyət çok böyle oldu burada. Allah canını sağ eləsin Rafet. Hakikaten çok olur. Bu günleri saat 3'te kişinin oğlu buranı xətləyib. Yani hemen şeyin olup hamımızın əziyyəti var. Allah canını sağ eləsin. Sözü verək şahit valideynlerine, onlar sözü istiyor. Seni hamınızı salamlayıram. Hoş gəlmisiniz. Arzu edirəm ki, bugünkü oyun sülh şəraitində keçsin, sakit şəraitdə keçsin. Qalib hamımızındır. Hər iki komanda qalibdir. Sizə uğurlar arzulayıram. Sağ olun. Ben de hamınızı salamlayıram. Allah'tan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, ordumuza güc qüvvət arzulayıram. Müəllim düz deyir, siz hamınız qalibsiniz. Güclü qalib gəlsin. Amma elə bunu bura gəlmişsiniz, deməli siz hamınız qalibsiniz. Bu işi də təşkil edənlərə, əziyyət çəkənlərə, futbolçulara, tamaşaçılara, hər kəsə təşəkkür edirəm. Sağ olun. Çok sağ olun, çok var olun. Herkes ile mənim deyəndə olmur. Biz varıq. Mən yoxum, biz varıq. Yəni bizi de burada muhabir kişinin rəhbərliyi o bizi burada bu cürə tədbiri keçiriləni bu bizi yarattı. Allah onun ölənlərine rəhmət eləsin. Muhabirə bu işdə kimlər kömək eləyirsə Allah onlarla ölənlərine rəhmət eləsin. Ve burada ne kadar iştirakçı olursa, futbol komandaları olsa hepsi kentlerden geldiler. Bunların hamısına öz büyük minnettarım ve teşekkürüm bildirirəm ki, gelip burada normal futbol oynayıblar, normal bir ay müddətində də əziyyət çəkdilər. Mən hamıdan xahiş edirəm ki, çəkdiyi əziyyətləri halal eləsinlər şəhidlərimizin ruhuna. Ve bir de hamınızın başınıza dönün, qazanınızı alın. Heç kimin şəhidi tək deyil. Bir şəhid bütün Azərbaycan xalqınındır. Ne hiç oğlumu demirəm, ne Mirzənin oğluna hiç kimi. Hamısı şəhidlərdir. Orada ne kadar şəhid olanlar hamısı bizim balalarımızıydı. Onsuz deyil bizim balalarımızdır. Gəlin balalarımızın xatirəsini elə yad eləyən ki, elə özümüz də burada bu gözəl, bu əminamanlıqda tarixə düşəyən, elə biz qabiliyyətimizlə, nə bilim bir rəftarımızla, nə bir davranışımızla. Mən bir xahiş eləyim ki, hamıdan dönə xahiş eləyim ki, axı üzr istəyirəm, mənim oğlum həm də musiqiçi idi. Tuzlu onada da musiqinin ağsaqqalı Həmzə Bəhmənlidir. Xahiş elə Həmzə Bəhmənlə bir söz desin. Buyurun. Teşekkür ederim. İlk önce şəhidlərimizin qarşısında baş əyirəm. Və bu futbol turnirin ərsiyə gətirən qardaşlara minnətdarlığımı bildirirəm. Başda həm oğlumuz Mobil müəllim və kimin köməyi keçirsə minnətdaram. Allah sizləri qorusun. Bir daha hər iki komandanı mən də qalib sayıram. Gözəl oyun keçir olsun. Gözəl oyun izləyək. Bir daha Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bugün buraya yığışmağımızın səbəbkarı Mobil müəllimdir. Allah şəhidlərimizə rəhmət eləsin. Onların anaların, qardaşların, bacıların qarşısında baş əydi. Qəni rəhmət eləsin. Vallahi danışmaq qabiliyyəti biraz məndə çətindir. Yəni Allah şəhidlərimizə rəhmət eləsin. Sağ ol Mobil, çok sağ ol. Bu tür təntənə olursan. Çok sağ ol. Şəhidlərimizi hər vaxt yada salırsınız. Şəhidlərimizi yada salmaq, onun özü çox böyük bir işdir. Çok sağ ol. Bütün şəhidlərimizin qarşısında baş əydik.
Allah rəhmət eləsin hamısına. Qazilərimizə də can sağlığı versin. Bu stadionu yaradanda biz, yəni neçənci illər idi gör. Yəni biz fərmanla, yəni bu stadionu yaratmışıq, qurmuşuq. Və burada mehribançılıqla, bax bu günləri sizin hər ikizdən, xahiş edirəm hər iki komandadan şəhid turniri keçirilir. Şəhid turniri keçirildiyinə görə biri-birinizə yobud rəftar eləməyin. Biri-birinizdən mehriban, biri-birinizdən sədaqətli. Əgər yıxılıbsa onu durğuzub, qoy mehriban olsun. Mehribançılıqla mən hamınızı deyərəm ki, yaxşı oynarsınız, yaxşı oyun göstərəsiniz və Bala Bəhməninin udmağın yəni təsdif edirəm də mən həmişə deyirəm ki, Bala Bəhməninin qalib olsun. Buna söhbət yox, amma zorla yox. Əsr qalib. Hər iki komandaya uğurlar. Uğurlar arzulayıram. Elə bayaqlar papam da dedi. Bir-birimizlə mehriban olsaq yaxşı olar inşallah.